وكذلك جعلناكم أمة وسطا لتكونوا شهداء على الناس ويكون الرسول عليكم شهيدا. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين. اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا ilma. Əmmə ba'd. Keçən dərsimizdə orucun tərifini götürdük və həmçinin orucun bəzi əhkamlarını və orucun tərifində dedik ki, oruc fəcr çıxandan günəş batana qədər onu pozan şeylərdən uzaq durmaqdır. İndi də gəlin baxaq, orucu pozan həmin şeylər, həmin amillər nədir? Elm əhlinin ittifaq elədiyi orucu pozan amillər 6-dır. Yəni 6 şey var ki, onların orucu pozmasında alimlər ittifaq eləyir, icmadır. Birincisi, cinsi əlaqə. Bu, orucu pozan amillərin ən böyüyü və günahı ən çox olanıdır. Ramazan ayında oruç tutmuş kəs, əgər gündüz vaxtı cinsi əlaqəyə girərsə, orucu pozular. Və buna görə onun üzərinə kəffarə vacib olar. Kəffarə də odur ki, bacarırsa, mömin bir qul azad etməlidir. Yox, bunu bacarmırsa, 2 ay dalbadal ara vermədən oruç tutmalıdır. Bunu da bacarmırsa, onda 60 kəsib doydurmalıdır. Bu kəffarə fəqihlərin terminologiyasında kəffaratun muğallazah, yəni qəlizləşdirilmiş kəffarə adlanır. Bu kəffarə o kəsə vacib olur ki, həmin gün oruc ona vacib olsun və o cinsi əlaqəyə girərək orucun pozsun. Amma əgər həmin gün ona vacib deyildisə oruç tutmaq, məsələn, səfərdə idisə, onda sadəcə həmən günün orucunu qəza edəcək. Yəni, bu dediyimiz kəffarə ona vacib olmur. Buxari və Müslimin rəvayət etdiyi hədisdə gəlib ki, bir kişi Ramazanda zövcəsi ilə əlaqəyə girir, yəni cinsi əlaqəyə girir və Peyğəmbərdən sallallahu aleyhi və səlləm bu barədə soruşur. Peyğəmbər sallallahu aleyhi və səlləm də ona belə deyir: qul azad edə bilərsənmi? O da deyir, yox. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, 2 ay oruç tuta bilərsən? Deyir, yox. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, onda 60 kəsibi doydur. Və bu hədisdən də bizə məlum olur ki, kim bilərəkdən Ramazanda cinsi əlaqəyə girərsə, onun kəffarəsi budur. Ramazanda gündüz vaxtı bilərəkdən bu əməli edən Rəbbinə tövbə də eləməlidir. Çünki haram iş görüb. Lakin Ramazanın gecələri isə, yəni iftardan səhura qədər olan vaxt, Allah Taala bu vaxtda qullarına zövcələri ilə cinsi əlaqəyə girməyə halal edib. O belə buyurub: orucluq gecəsi zövcələrinizlə yaxınlıq sizə halal edilib. Bəqərə surəsi 187-ci ayə. Orucu pozan amillərdən ikincisi, bilərəkdən məni ifraz eləmək. Yəni, bilərəkdən sperma ifraz eləmək, çıxartmaq. Öpməklə, toxunmaqla və ya əllə və s. Allah Taala qüdsi hədisdə buyurur, o, yəni oruç tutan, yeməyini, içməyini və şəhvətini mənə görə tərk edir. Hədisi Buxari rivayət eləyib və orucun fəziləti barədə danışanda bu hədisi qeyd eləmişdi. Və buradan da məlum olur ki, insan, oruc tutan, oruc zamanı şəhvətini tərk etməlidir. Həm cinsi əlaqəni, həm də belə şeyləri, yəni məni ifraz etmək də şəhvətə aiddir. Lakin məni çıxmadan öpmək və toxunmaq isə orucu pozmur. Buxari və Müslimdə keçən hədisdə Ayşə radiyallahu anhə belə deyir: Peyğəmbər sallallahu aleyhi və səlləm oruclu ikən öpərdi və oruclu ikən toxunardı. Yəni, ərəbcə buna mübəşara deyilir. Yəni,
cinsi əlaqədən qabaq olan toxunmaq və başqa əməllər. Lakin o, yəni bu hədisin davamında Ayşə radiyallahu anha deyir ki, lakin o ehtiyacına ən yaxşı sahib çıxanınız idi. Yəni özünü tutmağı bacaran, nəfsinə qalib gəlməyi ən yaxşı bacaranınız idi. Bu hədisdən bizə aydın olur ki, kim bilirsə ki, öpsə və ya cinsi əlaqədən əvvəl edilən əməlləri etsə, ondan məni çıxacaq və ya özünü saxlaya bilməyib cinsi əlaqəyə girəcək, ona bu əməlləri etmək olmaz. Lakin kimdə bu şeylər baş vermirsə və özünü saxlaya bilirsə, onun bu əməlləri etməsində bir problem yoxdur. O ki qaldı, insan yatarkən və ya özündən asılı olmayaraq, xəstəlikdən və s. ondan məni ifraz olunmasına, bu halda da oruç pozulmur. Yəni qəssə eləmirsə, yuxuda və s. baş verirsə, oruç pozulmur. Həmçinin, əgər insan fikirləşdiyinə görə ondan məni ifraz olunarsa, yəni yalnız fikirləşir, başqa heç bir şey etmir və bunun nəticəsində ondan məni çıxır. Bu halda da onun orucu batil deyil, onun orucu pozulmur. Və buna da dəlil Peyğəmbərimizin sallallahu aleyhi və səlləm Buxari və Müslimdə keçən hədisidir ki, o belə buyurur. Allah ümmətimdən fikirləşdikləri şeylərə görə günahı qaldırmışdır. O vaxta qədər ki, əməl edə və ya danışa, yəni dilinə gətirə. Və bu da ona dəlildir ki, bir insan fikirlərinə görə cəzalandırılmır. Allah Taala o fikirlərinə görə onu cəzalandırmır, o vaxta qədər ki, o fikirləşdiklərini həyata keçirsin, ya danışsın, ya da əməl etsin. Onda artıq o danışdıqlarına və ya əməl etdiklərinə görə cavab verir. Və bu da Allah Taala'nın bizə verdiyi asanlıqlardan ən böyüklərindən biridir. Sonra orucu pozan amillərdən üçüncüsü yemək və içmək. Allah Taala buyurub, dan yeri söküləndə ağ sap, yəni şəfəq, qara sapdan, yəni gecənin qaranlığı seçilənə qədər yeyin və için. Sonra gecəyə dək orucunuzu tamamlayın. Bəqərə surəsi 187-ci ayə. Və bu da dəlildir ki, oruc ikən iftara qədər, yəni yemək və içmək orucu pozur. Və burundan suyun və ya dərmanın və ya hər hansı başqa bir şeyin insanın içinə, yəni insanın mədəsinə getməsi də orucu pozur. Çünki bu da yemək içmək kimidir, onun hökmündədir. Peyğəmbər sallallahu aleyhi və səlləm səhabiyə belə demişdi. Oruclu olmayanda, dəstəmazda burnuna suyu çoxlu al. Bu hədisi Əbu Davud, Tirmizi, Nəsai, İbn Məcə və Əhməd rivayət edib və Tirmizi səhih olduğunu deyib. Və bundan da biz başa düşürük ki, oruclu ikən dəstəmaz alanda diqqət etmək lazımdır. Buruna suyu alanda çox almaq lazım deyil. Çox almaq olmaz ki, birdən içəri gedər su. Və həmçinin də bunun hökmündə də burununa tökülən dərmanlar, damcılar və s. şeylər də bunun hökmündədir. Lakin iyə gəldikdə isə hər hansı bir iyi qoxulamaq orucu pozmur. Çünki qoxunun insanın içinə gedəcək cismi yoxdur. Və bunu, yəni elm əhli, Şeyx İbn Hüseymin rahimehullah və başqaları belə deyiblər. Orucu pozan amillərdən dördüncüsü yeməyin və içməyin mənasında olan şeylərdir. Buna da qidalandırıcı iynələr, sistemlər və s. aiddir. Çünki onlar da yemək və içmək kimidir, onu əvəz eləyirlər. Xəstə yeməmiş, içməmiş günlərlə, bəlkə aylarla yatır və iynələr vasitəsilə onu qidalandırırlar. Və bəzi alimlər də
iynə ilə insana qan köçürülməsini, insana qanın vurulmasını da buna aid eləyiblər. Və sonra qeyd eləmək lazımdır ki, qidalandırıcı olmayan iynələr istər damara vurulsun, istərsə əzələyə, orucu pozmur. 5-ci amil, orucu pozan amillərdən 5-incisi bilərəkdən qusmaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, kim istəmədən qusarsa, qəza etmir. Qəsdən qusan isə qəza etsin. Hədisə Əbu Davud, Tirmizi, İbn Məcəh və Əhməd rivayət edib və Hakim səhihdir. Orucu pozan amillərdən 6-cısı qadından heyz və nifas qanının çıxmasıdır. Heyz və nifas qanının çıxmasıdır. Heyz qadından hər ay müəyyən günlər ərzində gələn qandır. Nifas isə doğuşdan sonra gələn qandır. Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdi. Məyər o, yəni qadın, heyz olanda namazı və orucu tərk etmir və bu da dəlildir ki, heyz və nifas olan qadın bu hallarında orucu və namazı tərk edirlər. Onlara oruc tutmaq və namaz qılmaq olmaz. Və keçən dəfəki dərsdə də götürmüşdük ki, sonradan onlar namazı qəza etmir, lakin orucu qəza edirlər. Və bu da Ayşə radiyallahu anhənin hədisində gəlir. Qadın nə vaxt o qanı görərsə, ya o iki qandan birini görərsə, orucu pozulur. Bu günün sonunda olsa belə. Beləliklə, bu 6 amilin orucu pozmasına dair İmam Nəvəvi rahimehullah icma nəql edib. Və ona görə də əvvəldə qeyd etdik ki, bu 6 amil icma ilə, alimlərin ittifaqı ilə orucu pozur. Başqa bir amil də var ki, 7-ci, bəzi alimlər, İmam Əhməd və başqaları onun orucu pozmağını demişdilər və bu da hicamədir, yəni qan aldırmaq. Hicamaya gəldikdə, dediyim kimi onun orucu pozub pozmamasında alimlər ixtilaf edir. Lakin daha düzgün görünən rəy odur ki, hicamənin orucu pozması haqqında olan hədis nəsx olunub və o, orucu pozmur. Bu, bir çox səhabənin və həmçinin cumhur alimləri rəyidir. Lakin, ixtilafdan çıxmaq üçün kimsə bunu tərk edərsə, oruclu halında hicamə etdirməzsə, bu yaxşı bir şeydir. Və bir şey də qeyd etmək lazımdır ki, əgər insan zəifləməkdən qorxarsa və orucu açmaq təhlükəsi olarsa, hicam etdirmək məkruh olur, bəyənilmir. Ənəsdən radiyallahu anhu soruşurlar, Ənəs bin Məlik, səhabi. Siz hicaməni yəni orucu tutan üçün xoşlamırdınız, yəni haram görürdünüz. Ənəs radiyallahu anhu deyir, yox, yalnız zəifliyə görə. Bu əsəri də Buxari rahimehullah rəvayət edib. Sonra bunun hökmündə həmçinin donor kimi qan vermək və ya analiz üçün qan vermək və burundan, dişdən və s. qan gəlməsini qeyd eləmək olar. Yəni bunların heç biri orucu pozmur. Allah daha yaxşı bilir. Sonra da sonda qeyd edeyim ki, sadaladığım bu 6 şey, 6 amil yalnız 3 şərt ilə orucu pozur. Birincisi, insan bunlardan birini bilərəkdən edərsə. İkincisi, yadında ola-ola edərsə, unutmadan. Və üçüncüsü də öz xoşuyla, heç kim onu məcbur etmədən bunlardan birini edərsə, onun orucu pozulur. Bu şərtlər barədə, həmçinin orucu pozan və pozmayan bəzi qalan şeylər barədə inşallah sabahki dərsdə danışarıq. Bugün isə bununla kifayətlənirik. Allahdan istəyirəm, etdiyimiz ibadətləri qəbul eləsin və dinini öyrənməyə bizi müvəffəq etsin və Allah Taala bizim hamımıza rəhm etsin və bizi düzgün yola hidayət etsin və düzgün yolda sabit etsin. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və atubu ileyk.